Tənzimləməyə görə atalara uşağın doğulması ilə bağlı 14 gün ödənişli məzuniyyət verilir. Bəs bu yenilik cəmiyyətdə necə qarşılanır? Kişilər doğuşdan sonra evdə qalaraq həyat yoldaşlarına kömək etməyə hazırdılarmı? Gəlin şəhər sakinlərinin fikirlərini birlikdə öyrənək. Yeni tənzimləmələrə görə atalara uşağın doğulması ilə bağlı 14 günlük ödənişli məzuniyyət verilir. Bu məsələyə necə baxırsınız? Çox gözəl baxıram, çox gözəl. Əlbəttə gözəl ideyadır, yəni yaxşı fikirləşiblər. Lazımdır. Həm kömək etmək lazımdır, yəni öz yoldaşına kömək eləməlidir bir məsəl üçün bəy. O çox gözəl bir fikirdir. Mən məsəl üçün razıyam bu fikirlə. Bəli, gözəl bir fikirdir. Bəs sizin övladlarınız var? Var, bəli, var. Həyat yoldaşınız sizə kömək edibmi? Çox kömək edib. Bəli, çox kömək edib. Yardımçı, həmişə mənə yardımçı olub, yəni. Mən yəni razıyam onunla. Yəni çox kömək edib mənə, bəli. Ev işlərində yox, amma uşağa bəli baxmaqla məsəl üçün yardım edib. Məsəl üçün bir göz ki, Liboy bir situasiya olur da ki, yəni kömək lazım olur, pastayan mənim yanımda olub, yəni. Həmişə mənə kömək eləyib, yardımçı olub mənə, bəli. Bu keçən illəri mənim başıma bu hadisə gəldi uşaq olanda. Yəni bu mən şirkətə dedim, dedilər ki, hələ bu qanun hələ qüvvəmi. İndi deyirsiniz ki, belədir, lap gözəl. Xoş. Bəs siz həyat yoldaşınıza kömək etmisinizmi uşaq dünyaya gəldikdən sonra? Bəli, niyə kömək eləmirəm ki? Nə cür köməklər edirsiniz? Uşağa baxıram, uşağı yatızdırıram. Bəs ev işlərində? Ev işlərində ya özü eləyir, o tay. Onluqdur. Yəni uşağa yəni köməklik edirlər. Yatızdırmağında, yeməyində, saxlamaqda. Yəni özüm də istəyirəm də uşağı saxlamaq. Oynatmaq üçün qız evladım var. Yəni şükür olsun Allaha. Yəni həmişə Allaha dua edirəm ki, mən qız evladım. Həyat yoldaşınız siz yəni uşaq dünyaya gətirdikdən sonra bu məzuniyyətdən yararlanacaqmı? Sizə kömək edəcəkmi? Məncə yox. Güvənmirsiniz. Yox. Ümumiyyətlə bu qanuna necə baxırsınız bu dəyişikliyə? Əslində yaxşıdır. Xanımın yanında olmalıdır yoldaşı. Dəstək üçün, ən azından mənəvi dəstək üçün. Bu çox doğru və düzgün qanundur və bunu alqışlamaq lazımdır belə qanunları. Çünki bu qadınların analıq məzuniyyəti olduğu vaxtda atalar da işdən qalmaq məcburiyyətində qalırlar, evdə kömək eləyirlər və yaxud məsələn hər hansı bir evini, işlərini görməyə yardım eləyirlər və buna görə də o işdən qalmaq məcburiyyətində qalırlar. Ona görə atalıq məzuniyyəti də daha yaxşı olar məncə. Çox gözəl qanundur. İcra eləsələr əla olar. Övladınız var? Bəli. Bəs siz özünüz necə? Həyat yoldaşınıza kömək etmisinizmi bu müddət ərzində? Təbii ki, yəni uşaqlar yeni dünyaya gələndə hamı kimi yəni yardım edir. Ev işləridir, nə isə alıb gətirməkdir. Bu işlərdə təbii ki, yardım eləyir, kömək eləyir. Çox yaxşı baxıram. Ona görə bəzən analar məcbur çıxmalıdırlar işlərinə. Pürrüf verə bilmirlər yəni. Ona görə də kişilər çıxır 2 həftə məzuniyyətə, baxır uşağa. Ya da ana keserkadan sonra yatmalı olur. Ata çıxır məzuniyyətə, baxır yoldaşına da, uşağa da. Çox yaxşı. Övladlarınız var? Var. Ancaq hələ biri evlidir, obrisi yox. Həyat yoldaşınız sizə onlar dünyaya gəldikdən sonra kömək edibmi? Kömək edib. Mən medinstitdə oxuyurdum. O düz 6-cı kursda oxuyanda o kömək edib, düz 1 il. Ev işlərindəmi? Nə cür kömək edib Yox, yəni? uşağa baxıb mən dərsə getmişəm. Müsbətdir, amma azdır. Sosial proqram bizdə proqramlara fikir vermirlər. Ümumiyyətlə sosial təbəqə bizdə çoxdur. Sosial təbəqə məsələn az yaşlı uşaqlar, ərsiz tək analar, sonra belə sosial proqramlar lazımdır, amma azdır. Ata, ana uşaqlara nisbətdə bərabər hüquq və vəzifə daşıyırlar. Hökumət deyil ki, ata aliment versin, düzdürmü? Elə hallar olur ki, ana da aliment verir. Hökumət deyil ki, 14 günlük məzuniyyət anaya verilsin və yaxud da məbləğ verilsin. Ataya da verilməlidir. Yəni, ər-arvad arasında uşaqlara nisbətdə bərabər hüquq və vəzifə daşınıldığı kimi, hökumət də həm ataya, həm anaya bərabər münasibət bəsləməlidir. Belə sosial proqramlar yaxşıdır. Mən bu məsələyə əslində müsbət baxıram. Yəni məncə çox yaxşı bir şeydir. Yəni qadın təkcə öz övladına təkcə baxmamalıdır. Yəni atanın da böyük bir rolu var uşağın həyatında. Bu müddətdə təbii ki də ata rolu anaya çox köməklik etməlidir. Çünki uşaq təzə doğulanda çətin anları elə o vaxtı başlayır. Ağlayır gecələri filan. Ona görə də atanın anaya həm psixoloji, həm də mənəvi, maddi fərqi yoxdur, dəstək olmalıdır. Əla, yəni əla bir fikirdir. Dəstəkləyirəm.
yəni həmişə dəstəkləyərəm, kömək eləyərəm ki, hər iki tərəfdə də yəni yaxşı olsun, həm mənə, həm də xanımıma. Məncə bu çox müsbət haldır. Çünki qadınlar evdə əziyyət çəkirlər, uşaqlarına baxırlar və eyni zamanda kişilər də əziyyət çəkib öz uşaqlarına baxmalıdırlar. Ona görə məzuniyyət çox yaxşı bir şeydir. Mən yaxşı baxıram. Nə cür kömək etməlidir həyat yoldaşına kişilər? Qadınlar bu dövrdə çətindir uşağa baxmaq. Həqiqətən həm ev işləri olsun, həm uşağa baxmaq olsun, çox çətin işlərdir. Onun həyat yoldaşı qadına ev işlərində kömək eləyə bilər, uşağa fərqli yemək verə bilər. Yəni kömək mütləq olmalıdır ki, qadın uşağa baxsın, həm də kişi ilə birlikdə. Həm də sevgisini vermək cəhətdən məncə çox vacibdir. Yeni tənzimləməyə görə ataların uşağın doğulması ilə bağlı 14 günlük ödənişli məzuniyyət verilir. Bu məsələyə necə baxırsınız? Əla, sevindim. Doğrudan düzgün xəbərdir, əla. Yaxşıdır. Məncə olmalıdır da, atalar da insandır, onlar da əziyyət çəkirlər, işləyirlər. Məncə elə yaxşıdır, yaxşı qərardır. Bəs hansı köməklik etməlidirlər kişilər məzuniyyətə çıxdıqdan sonra? Məzuniyyətdə qalacaqlarsa bu 2 həftəni, təbii ki, tənbəllik eləməzlər yəqin ki, evdə kömək edərlər həyat yoldaşlarına. Mən bilən edərlər, bizim xalq çox çünki xeyirxah xalqdır, həm də təzə uşaq olanda baxma, hamı həvəsli olur. Məncə hər bir işə kömək edərlər, atalar çünki zəhmətkeşdir. Kişilərə belə bir məzuniyyətin verilməsi məncə çox gözəldir, superdir hətta. Əslində yaxşı fikirdir. Yəni tək ananın üstünə yox, həm də həyat yoldaşında bir rol olmalıdır. Yəni anaya kömək etməlidir, ən azından ev işlərində. Uşaq balaca olduğuna görə uşağın məsuliyyəti ananın boynunda olur çox vaxt. Ata da bu zaman yəni köməklik göstərə bilər ev işlərində ya da ananın hansısa bir köməkliyə ehtiyacı olsa evdə ona yardım edə bilər. Bəli, kömək etməyə hazıram. Çünki anaların o çətin dövrdə, əziyyət çəkdiyi dövrdə yaranan çətinliyə atalar da əl gəzdirməlidir. Məsələn, evlərin təmizliyi olsun, nə bilim, alver eləmək, biz də yəni o çətin dövrü yəqin ki, çox analar çəkib və necə bir əziyyət olduğunu bilirlər. Mən bu fikrə yaxşı baxıram. Məncə də elə olmalı idi. Yəni mən də gələcəkdə yoldaşım üçün hər şeyə hazıram, yəni problem yoxdur mənim üçün. Əlbəttə ki, elə bir şey var, yəni ki, ailə buna olmalıdır, evlad məsələsi, yəni buna köməklik eləmək üçün ailə qurulurdu. Yəni belə boş-boşuna ailə qurulmur ki, yəni. Əlbəttə ki, doğru bir misaldır. Ailə qurmaq üçün evlad da olmalıdır, ailə də olmalıdır. Bu həm Allah yanında, həm dini baxımından, həm də ki, dövlətin qanununa əsasən, yəni bu tədbir və gözəl bir şey keçirilməlidir. Siz də öz həyat yoldaşınıza kömək etməyə hazırsınız. Həm ev işlərində, həm də uşağa baxmaqda, düzdür? Bəli, tam razıyam. Amma uşaq baxımından baxmaq, yəni evdə olarkən, yəni işdə həyatda olanda alınmır məsələlər, yəni bu.